Bugünkü dərsimiz kükürt dərsidir. Kükürt kimya formulu S-dir. 8 atomlu bəs maddə əmələ gətirir. Bərk halda olan qeyri-metaldır. Yazıda demişdik, Jones təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində rast gəlir. Yəni kükürddə təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində rast gəlir. Kükürdün ayrı 32-dir, 16 protonu var, 16 da neytronu var. 16-nı belə bölürdük. 6 haricində 6 elektron olduğuna görə qeyri-metaldır. Qeyri-metalların hamısı P elementidir. Hidrogen və helyumdan başqa helyum birləşmə yaratmır. 3s2-3p4 sonluğu ilə tamamlanır. P ilə qutardığına görə P elementləri ailəsinə aiddir. Haricində 6 elektron olduğuna görə qeyri-metaldır. Qeyri-metalın maksimum oksidaşma dərəcəsi yerləşdiyi qrupun nömrəsidir. Minimum oksidaşma dərəcəsi 6-dan 8-i çıxanda -2-dir. Amma 3 dənə istisnamız var idi, yazıda çürsə. Oksidaşma dərəcəsindən əslində ikisində istisna var. NOF demişdik, NOF. Bu yerləşdiyi qrupa uyğun valentliyi göstərməsə də, oksidaşma dərəcəsi göstərir. HNO3-də -5-dir də. Amma bunlar yerləşdiyi qrupa uyğun nə valentliyi göstərmir, nə də oksidaşma dərəcəsi göstərmir. Məsələn, yazsam ki, 2s2-2p4. Fikir verin, bu da 6-cı qrupdur, bu da 6-cı qrupdur. Amma bu -6 ola bilməz oksigende axı. Oksigenin maksimum -2-dir, minimum da 6-dan 8 çıxı -2-dir. Və ya halogenlərdə keçdik. 3s2-3p5 7-ci qrupda qeyri-metaldır. Maksimum -7-dir, minimum -1-dir. Amma 2s2-2p5 olsa, bu 7-ci qrupda olsa, maksimum 0-dır, minimum -1-dir. Çünki fluordur. Bunları keçmişdik. 6 valent elektronu var. Yəni maksimum 6 valentlidir. Göstərdiyi valentliklər də 2, 4, 6 valentlidir. 16-nı belə böldükdə 2, 8, 6, 3s2, 3p4. Da bilirsiniz deyə tez-tez yazıram bunu. 3d0. Normalında burada neçə tək elektron var? Neçə tək elektron varsa 2. 2 tək elektronu olduğuna görə 2 valentlidir burada. Məsələn, H2S yazsaq, bax, oksidaşma dərəcəsi də -2-dir. Və yaxud kalium 2S yazaq, kalsium S yazaq, -2, axı 2 valentli metaldır, -2. S8 yazsaq, təkcə yanında oksidaşma dərəcəsi 0-dır. Amma normal vəziyyətinə uyğun gəlir də, yəni 2 valentlidir. Valentli və oksidaşma dərəcəsi elektron konfigurasiyasındakı tək elektronların sayına müəyyən edilir. Biri buradan bura gəlsin, həyəcanlansın, birinci dəfə həyəcanlanır. 3s2, 3p3, 3d1. 4 tək elektron olduğuna görə kükürt birləşmələrdə 4 valentlidir. Məsələn, 4 valentə uyğun yazaq da, məsələn, bu konfigurasiyaya uyğundur. Çünki -4 isə 4 tək elektronu var. Və yaxud SO3 2 mənfi. Oksigen -2 olduğunu bilirik. -6 üstə gəl ki, -4, -4 olur. İkinci dəfə həyəcanlaşdıraq. Buradan gəlməyəcək. 3s1, 3p3, 3d2. 6 dənə tək elektronu olduğuna görə burada 6 valentlidir. Yəni SO3 ola bilər, -6-dır axı. H2SO4 ola bilər, -6-dır. Natrium 2SO4 ola bilər, -6-dır. Və yaxud SO4 2 mənfi ola bilər, -8 üstə gəl 2, -6, -6. Bunları keçmişik deyə qısaca üstündən keçirəm də. Düşünürəm ki, yəqin ki, bilirsiniz bunları. Haradasın, nəsə yaddan çıxsa mələk soruşun. Deməli, kükürtdə 2, 4, 6 tək elektron olduğuna görə, ona görə də 2, 4, 6 valentlidir. Məsələn, mənə burada desək ki, kükürt neçə valentlidir? Kükürt burada 2 valentlidir. Amma valent elektronların sayı neçədir? Valent elektronların sayı maksimum valentli deməkdir, yəni 6-dır. Burada element 2 valentlidir, amma valent elektronların sayı 6-dır. Valent elektronun qrupun nömrəsidir. 6. Xarici negetik təbəqədə neçə elektron var? Hər ikisi xaricin təbəqəsindədir də 6. Əsas yarım qrup elementlərinin xarici negetik təbəqədəki elektronların hamısı elə valent elektronlardır. Yəni deyilsə ki, valent elektronların neçə faizi xarici təbəqədə yerləşib? 100%. Amma əlavə yarım qrupda belə deyildi. Məsələn, deyirdi ki, 3D, məsələn 3D3, 4S2. Bəzən testlərdə belə yazır, əvvəl D-də olur axı. 3D3, 4s2 və belə də görə bilərsiniz testlərdə. Eyni şey deməkdir də. Valent elektronun yerləşdiyi qrupun nömrəsidir. Elə deyil. Xarici negetik təbəqədə neçə elektron var? 2. Yəni xarici təbəqədə olan elektronlar valent elektronun neçə faizidir? 2, 5-in neçə faizi? 40 faizidir.
Amma əsas yarım qruplarda xarici energetik təbəqədə olan elektronların elə hamısı valent elektronlardır. Yəni valent elektronların 100% xarici energetik təbəqədə yerləşir. S8-də kükürdün oksidaşma dərəcəsi 0-dır. Valentli isə bilirik ki, normal halda 2 valentlidir də. Axı, xlor da tək dayananda 1 valentlidir, kükürd də tək dayananda 2 valentlidir. Ən kiçik valentliyini göstərir element təkcə dayananda. Deməli, kükürd 2, 4, 6 valentlidir. Çünki 2, 4, 6 tək elektronu var. 2, 4, 6 valentlidir. İndi oksidaşma dərəcələrinə baxaq. Hamısının müsbəti, müsbət 4, müsbət 6, 0 onsuz da bilirik göstərir. 6-cı qrupda olur. 6-dan 8-i çıxanda -2. Amma kükürdün -1 və müsbət 1 oksidaşma dərəcəsi var ki, bunlar heç bir elektron konfigurasiyasına uyğun deyil. Niyə? Məsələn, mənə verilsə ki, SO3, SO3-də kükürd müsbət 6-dır da. Bunun elektron konfigurasiyasını seç. Nə deməkdir? 6 dənə tək elektronu olan götürəsiniz. Kükürddə axı ya 2 tək, ya 4 tək, ya 6 tək elektronu olur. Amma bir tək elektron olanı yoxdur axı. Ona görə də heç bir konfigurasiyaya uyğun deyil. Pirit, dəmir S2, dəmir müsbət 2-dir. Bu da -1-dir. S2 xlor 2, H xlordan götürülüb -1-dir. Bu -2 elədimi? Bu da müsbət 1 yazılar. Deməli, kükürdün müsbət 1 və -1 oksidaşma dərəcəsi heç bir elektron konfigurasiyasına uyğun deyil. Kükürd -2-də yalnız reduks edicidir. Müsbət 6-da ən böyüyündə yalnız oksidaşdırıcıdır. Aralıqlarda isə həm oksidaşdırıcı, həm reduks edici xassiyyət daşıyır. Pirit adına ilk dəfə harda rast gəlmişdik? Yazıda düşürsə, rabitələr dərsində. Demişdik ki, bax, ferrium S2 ilə ferrium S-in fərqli və oxşar xüsusiyyətini yazaq. Oxşar xüsusiyyəti odur ki, metal və qeyri-metal var hər ikisində. Deməli, iyon rabitəsi var. İyon rabitəsi var. İyon rabitəsi varsa, deməli, iyon kristal qəfəsinə malikdir, elə deyil. Valentliklərinə baxaq. Dəmir burada da 2 valentlidir. Burada da dəmir 2 valentlidir. Kükürd də 2 valentlidir. H2S-dən fikirləşək. 2 valentli, bu da 2 valentli. Amma burada deyə bilməz sana kükürd 1 valentli. Kükürd heç vaxt 1 valentli ola bilməz. Heç vaxt. Oksidaşma dərəcəsi mənfi müsbət 1 ola bilər. Hər ikisində də dəmir 2 valentlidir, hər ikisində də kükürd 2 valentlidir. Fərq nədir? Kükürdün oksidaşma dərəcəsi 2 valentlidir, müsbət 2-dirmi? Bu da -2 eləməsi üçün -1. Müsbət 2-dirmi? 2 valentlidir, bu da -2. Hər ikisində də piritdə də, dəmir 2 sulfiddə də dəmir və kükürdün valentliyi eynidir. Fərqi nədir? Kükürdün oksidaşma dərəcəsində fərq var. Baxıb deməyin ki, kükürd 1 valentlidir, heç vaxt 1 valentli ola bilməz. Başqa fərqi. Dəmir 2 valentlidir, 2 xətti çıxır. Kükürdlər də 2 valentlidir, 1, bu da 2. Hər kükürddən 2 xətt. Dəmir 2 valentlidir, kükürddə 2 valentlidir. Burada neçə dənə iyon rabitəsi var? 1-2 dənə metal və qeyri-metal arasında. Bir dənə də qeyri-polyar kovalent rabitə var. 3-ü də sigma rabitəsidir. Amma burada elə metalla qeyri-metal arasında yalnız iyon rabitəsi var. Bu rabitələrdən biri pi-dir, biri isə sigma rabitəsidir. Yazıda düşür, bax bunu demişdik. Kükürd sarı rəngli, suda həll olmayan bərk qeyri-metaldır. Qeyri-metal olduğuna görə istiliyi pis keçirir, elektrik isə keçirmir. Qeyri-metalların xüsusiyyətidir də. Kükürd sarı rənglidir, yadda saxlayın. Kükürddən harda istifadə edilir? Barit istehsalında. Kibritin bax bu uç tərəfində var ha. Kibritin uç tərəfində bax o kükürddür. Amma spичкanın bu yanı var ya, belə qırmızısı vurursa belə. O fosfordur. Qaranlıqda işıq saçan ayrıdır, ağ fosfordur. O qırmızı fosfordur, ay sağ ol. Yəni kibrit istehsalında qırmızı fosfordan istifadə edilir, o kağızda olandır. Amma spичкanın burasında olan kükürddür. Yəni kükürdün tətbiq sahəsi nədir? Kükürddən kibrit istehsalında, barıt istehsalında, buzur paket alır, uşaqlar ucu ilə spичка kimidir də. Sonra tibdə istifadə edilir kükürddən. Tibdə bilirsiniz nə? Tibdə bilirsiniz nə? Bu qaşınma xəstəliklərin, əvvəl qoturuq deyirdilər, indi biri qribok deyir, göbələk deyirlər. Göbələk bildiniz nədir? Əllərdə olur, qaşınma. Onun qarşısını almaq üçün kükürd mazından istifadə edirlər. Yəni kükürddən tibdə istifadə edirlər və rəngi yadda qalsın ki, sarı rəngli bərk qeyri-metaldır. Təbiətdə həm sərbəst, həm birləşmələr şəklində rast gəlinir. Deməli, 8 atomlu bəs maddə yaradır. Təkcə deyilanda 0 oksidaşma dərəcəsi. Valentli isə 2-dir.
filizlərin tərkibində rast gəlinir. Kükürdən çox filizlərin tərkibində rast gəlinir. Filizlər də orta aktiv və passiv metalların tərkibində olur. Belə deyək də, onlarla birləşməsində yaranır. Sing S, mis S, firm S2. Filiz özü qarışıqdır. Sadəcə qarışığın əsas tərkib hissəsi sulfidlərdən ibarətdir. İndi kükürdün iki allotrop şəkilləşməsi var. Kristalli kükürd, bir də amorf kükürd. Hər ikisi kükürd ümumiyyətcə asan əriyən bərk maddədir. Bütün qazlar bərkimiş halda, bütün mayelər bərkimiş halda molekulyar kristal qəfəsdir. Yəni oksigen qazı, hidrogen qazı, karbon qazı, sudur, spirtli, karbon turşulardır, mayelərdir də. Bunlar bərkimiş halda molekulyar kristal qəfəslidir. Amma bütün asan əriyən bərk maddələr adi şəraitlə molekulyardır. Asan əriyən bərk maddə kristalli kükürd, sonra nə idi? Şəkər, yod və ağ fosfor. Asan əriyən bərk maddələr adi şəraitdə molekul kristal qəfəsli maddələrdir, yəni molekulyardır. Asan əriyən bərk maddə olduğuna görə adi şəraitdə molekulyar kristal qəfəs əmələ gətirir. Amorf kükürdü belə yazılır, kristalli kükürdü belə yazırlar. Bax 8 bucaq kimi. Bax kristalda sanki bir kristal qəfəsin içində. Fikir verin, bütün kükürdlərdən 2 xətt çıxır. Kükürd deyirik, ekvivalentlidir. Amorf kükürddəki belə olur, rezin kimi. Buralara kükürdlər yazsaz görürsünüzmü ki, kükürdlərin hərəsindən 2 xətt çıxır. Amorf elə bir rezin kimidir. Plastik kükürd də deyirlər. Bir də var qəfəsin içində olan kristalli kükürddür. Yadda qaldı. Bu cümlələri indi keçək alınması. Reaksiyalar çoxdur. Əsas testlərdə, qəbullarda nə düşür, onlardan yazaq. Alınması, xassələri, kükürd haqqında nə reaksiyalar var, onlardan yazalım. İndi bax, bir reaksiyası budur. Piritin, firm S2-nin parçalanmasından. Firm S2 parçalananda nə alınır? Firm S və S əmələ gəlir. Firm S və S. H2S natamam yananda, tam yananda SO2 və su alınır. Natamam yananda S və su alınır. H2S-in üzərinə halogenlər, məsələn, xlor gələndə alınır H-xlor, üstə gəl, kükürd əmələ gələr. Bu alınma reaksiyalardır. İndi kimyəvi xassələri, yəni kükürd nə ilə reaksiyaya girir, onlar haqqında yazaq. Kükürdə ən azından bilirik ki, kükürd yandıqda SO2 əmələ gəlir, bu qazdır. Amma SO2 yananda SO3 mayesi əmələ gəlir. Amma SO3 oksigenlə reaksiyaya girmir. Kükürd metallarla, qeyri-metallarla bəzi reaksiyalara girir. Bax, halogenlərdə keçmişdi ki, məsələn, deyək ki, xlordur, metalla, natriumla girir, nə bilim, alüminiumla girir, metallarla girir də. Bəs xlor hansı metalla adi şəraitdə reaksiyaya girirdi? Xlor hansı metalla adi şəraitdə reaksiyaya girir? Stibiumla demişdik. Bax, xlor stibiumla adi şəraitdə girəndə Sb xlor 3 alınır. Amma xlor qeyri-metallardan hidrogenlə adi şəraitdə reaksiyaya girir, alınır H-xlor. Yəni, xlor hansı metalla adi şəraitdə girir? Stibiumla 3 valentlidir. Hansı qeyri-metallan adidə? Hidrogenlə. Bəs kükürd də metallarla girir də. Hansı metallarla? Kükürd aktiv metallarla və civə ilə adi şəraitdə girir. Məsələn, aktiv metal yazırıq. Natrium 2S. Kükürd civə ilə bunu əmələ gətirir. Başqa metallarla da girir. Qızdırıldıqda reaksiyaya girir. Məsələn, sink üstəgəl S. Bundan qızdırılanda girir. Xlor metallardan stibiumla adi şəraitdə girir. Kükürd metallardan aktiv metallarla və civə ilə adi şəraitdə reaksiyaya girir. Xlor qeyri-metallardan hidrogenlə adi şəraitdə reaksiyaya girir. Amma kükürd qeyri-metallardan bircə dənə florla adi şəraitdə reaksiyaya girir. S, flor 6 əmələ gəlir. Kükürd halogenlərdən yodla reaksiyaya girmir. Kükürd su ilə reaksiyaya girmir. Kükürd hidrogenlə girəndə lax yumurta hissi verən H2S qaz əmələ gəlir. Sonra karbonla kükürd reaksiyaya girəndə karbon disulfid yaranır. C2 deyirlər uşaqlar həmişə. Bunun özəlliyi odur ki, birləşmələr müsbət olduğu halda bu mənfi Q ilə yazılır. Yadda qaldı. Kükürd başqa nə ilə girir? Kükürd yodla yazıq reaksiyaya girmir. Turşularla reaksiyaya girir. Əsasla reaksiyaya girir. Turşulardan da kükürd yalnız sulfatla
Bizdə nitratla girir ha. H xlorla girmir bax. Kükürt xlorla reaksiya girir. Keçmişdi ki, eski xlor 2 və ya S xlor 2 əmələ gətirir. Kükürt xlorla girəndə. Kükürt yodla girmirdi. Florla S flor 6 yarandı. Amma kükürt H xlorla girmir ki, siz sabah deyəsiniz ki, eski xlor 2 yazmışdınız. Məsələn, bu girməz. Girməz, ancaq xlorla girəndə yaradar. Kükürt turşulardan qatı sulfatla reaksiya girir. Nə anlar? Bunun oksidi SO2. Başqa nə yaza bilərik? H2O yaza bilərik də. Başqa nə var ki burada? Kükürt nitrat turşusuna reaksiya girəndə bu kükürdün turşusu alınır. H2SO4 üstə gəl. Bunun oksidi NO2 üstə gəl. Bunun oksidi yəni su. Deyə bilərsiniz ki, burada da bunun turşusu yaransın da. Kükürt bundan girəndə kükürdün turşusu alındı. H2SO4, bunun içində NO, qonur rəngli zəhərli qaz və su. Burada bunun turşusu alınsa, kükürt girib yazaq təzədən H2SO4 alınır. Düz gəlmir axı. Ona görə SO2 və su şəklində yazılır. Kükürt qələvlərlə reaksiyaya girir. Qələvi ilə girən alınır, səbirli ol, kalium 2 SO3 və su. Qələvlərlə reaksiyaya girən biz nə yazmışdıq? Ya hidrogen, oksigen, azot əsasla, turşu ilə, duzla reaksiyaya girmirdi. Bunu keçmişdik. Yadımıza salaq, uşaqlar, telefon qoyun kənara. Yadımıza salaq. Bax, elementlər keçirik də. Hidrogen, oksigen, su keçmişik, bir də halogenlər. Qələvlərlə reaksiyası hidrogen, oksigen, azotu keçməmişik, keçəcəyik. Hidrogen də, oksigen də, azotdur. Su ilə, əsaslarla, turşularla, duzlarla reaksiyaya girmirdi. Belə keçmişdik də, hidrogen, üstə gəl su, üstə gəl əsas, üstə gəl turşu, üstə gəl duz girmirdi. Amma halogenlərdə keçdi ki, halogenlər qələvlərlə reaksiyaya girirdi. Flor natrium OH-la girəndə natrium florid, O flor 2, O2 deyirdi və su. Xlor natrium OH-la girəndə adidə natrium xlor O və su. Qızırlanda natrium xlor O3 və su. Bunlar keçilib. Qələvlərlə reaksiyaya girən metallar hansılardır? Yalnız amfoter metallar, sen, alüminium, berilyum qələv məhlulu ilə girir, hidrogen alır. Qeyri-metalların çoxu qələv məhlulu ilə girir. Silisium idi ki, qələv məhlulu ilə girəndə hidrogen alınırdı. Amma kükürt girəndə kalium 2S, kalium 2SO3 və su əmələ gəlir. Yadda qaldı. Bu kükürt dərsi. İndi kükürdün oksidlərində deyək, sulfat turşusunu gəlin dəfə baxaq. Kükürdün oksidləri bundan demək olar ki, bilirsiniz. SO2 və SO3. Müxtəlif qeyri-metal atomları arasında yaranan rabitə polyar kovalent rabitədir. Amma bunun molekulu qeyri-polyardır. Element ən böyük valentli göstərib eyni atoma birləşirsə, molekulu qeyri-polyardır mələk. Amma element eyni atoma birləşirsə də ən böyük valentliyindən istifadə eləmək, baxın, bunun rabitəsi də polyardır, molekul da polyardır. Qeyri-polyar kovalent rabitəli maddələrin N2, O2, H2 molekullar da qeyri-polyar molekul olur. Amma polyar kovalent rabitəli maddələrin molekulları polyar da ola bilər, molekulları qeyri-polyar da ola bilər. SO2 kəskinlikli qazdır, SO3 isə maye halındadır. SO2-nin alınması, məsələn, sənayedə həmişə ən asan da alınma reaksiyaları olur. SO2. Sulfidlərin, filizli, daha doğrusu filizlərin yandırılmasına, filizin tərkibi əsasən sulfiddən ibarət olur. Yananda sink oksid üstə gəl SO2. Nə bilim, pirit, sonra pirit var. Pirit yandıqda dəmir burada 2 valentli olsa da, dəmirin 3 valentlisi və SO2 əmələ gəlir. SO2-nin laboratoriyada bəsnicə alırıq. Həmişə yanma reaksiyaları, elektroliz reaksiyaları, bunlar sənaye üsullardır. Kükürdü SO2-ni laboratoriyada almaq üçün orta aktiv və pasiv metalların üzərinə qatı sulfatla təsir etmək lazımdır. Reaksiyaları əzbərləməlisiniz. Halbuki bunları turşularda keçib izah eləmişdik. Dəmir duru sulfatla girəndə 2 valentli duzu, dəmir SO4 və hidrogen alınır. Amma qatı sulfatla girəndə demişdim ki, dəmirin 3 valentli duzu, SO4 də 2-dir, SO2 və su əmələ gəlir. Pasiv metallar duru sulfatla girmir, amma qatı ilə girəndə mis SO4 üstə gəl, SO2 üstə gəl su alınır. SO3-ün alınması da, bax qoydum, dəmir 3 sulfatın parçalanması var. Dəmir 3 valentlidir də. Dəmir 3 oksid üstə gəl. Kükürt burada müsbət aldı da H2SO4-də.
müsbət altı olan oksidi alınır. Dəmirin 3 valentli oksidi və SO3. Kalium 2 S2O7. Kalium tiosulfat. Alınır kalium sulfat, kalium 2 SO4 və SO3 əmələ gəlir. Kimyəvi xassələrinə gələndə hər ikisi qeyri-metalların oksidləridir, hər ikisi turşu oksidləridir. Turşu oksidləri odur ki, bunlar turşulara uyğun gəlir. Yəni sulfit turşusuna uyğun gələn budur. Baxın, SO2 su ilə girəndə sulfit turşusu əmələ gəlir. SO3 su ilə reaksiya girəndə isə sulfat turşusu əmələ gəlir. Yəni sulfat turşusunun anhidridi SO3-dür, sulfit turşusunun anhidridi isə SO2-dir. Turşu oksidləri olduğuna görə əsaslarından, əsasi oksidlərindən girirlər. SO2 üstəgəl yazsam ki, H-xlorla əlbəttə girməz. Yaxud SO3 üstəgəl H-xlorla girməz. Turşu oksidi necə turşu ilə girsin? Amma turşu oksidi olduğuna görə əsasi oksidlə girər. Nə alınır? Kalsium SO3. Burada 3 olsaydı, kalsium SO4 əmələ gələrdi. Turşu oksidi əlbəttə ki, girəcək əsasi oksidlə. Turşu oksidi də əlbəttə əsasla reaksiyaya girər. Burada nə alınırdı? Bunun turşusunda, turşusu belə yazır da, H2SO3. Testdə bu verilməyəcək. Bunu mən bilməliyəm ki, turşusunda 2 hidrogen var. Bunda da bir dənə OH var. Hidrogenin sayı OH-dan çox olduğuna görə turş duzu alınır. Hidrogenin 1-in kaliumdan əvəz edeyim. Kalium 1 qaldı. HSO3. Yəni birləşdirdik. Bax, kalium HSO3. Amma SO3 kalium OH, SO2 2 mol kalium OH-la girsə, bunun turşusu H2SO3-dür. 2 dənə OH-ı var, 2 dənə də hidrogeni. 2 hidrogenin, bunun turşusundakı 2 hidrogenin ikisi də kaliumdan əvəz olunur. Kalium 2 SO3 üstəgəl su. SO2-ni bildiniz, SO3 də ondandır da. Bu belə olanda bu bir dənə artıq olacaq. Bu belə olanda bu bir dənə artıq olacaq. SO3 isə SO3-ün axı turşusu H2SO4 adlanır. Yadda qaldı. Sonra var oleum məhlulu. Nə deməkdir? Biri var sulfat turşusu məhlulu. Məhlul nədir? Deyirəm ki, xorey duzunun məhlulu. Bu nə deməkdir? Xorey duzunu götürüb tökürlər suya. Məhlul halına gətiriblər də. Nə bilim, spirtin suda məhlulu. Spirti götürüb qatıblar suya. Spirtin suda məhluludur. Spirt yəni maddə əvəzdir. Yəni məhlul deyəndə həll olan bir maddə həlləci ilə qarışmalıdır da. İndi, məsələn, sulfat turşusunun suda məhlulu nə deməkdir? Sulfat turşusunun su ilə qarışığı deməkdir. Bir də var oleum məhlulu. Oleum məhlulu sulfat turşusunun SO3 ilə qarışığı deməkdir. Əzbər biləsiniz. İndi sizə bir şey deyim. Biri var, deyirəm ki, bax, oleum məhlulu. Bu hissələrin bilək, sonra məhlullar dərsində bunu deyəcəm. Məhlulları keçmişik, sadəcə buna uyğun. Biri var, deyirəm ki, sulfat turşusunun məhlulu. İndi sulfat turşusu məhlulu demək ki, sulfat turşusunu götürüb su ilə qarışdırıblar, belə deyək də. Bu olur sulfat turşusu məhlulu. Burada maddə sulfat turşusudur. Su da həllədicidir də. Həlledici. Sulfat turşusu məhlulunun maddəsi nədir? Sulfat turşusu. Amma oleum turşusunun, oleumun məhlulu nədən ibarətdir? Dedik, bundan ibarətdir. SO3-ün H2SO4-də məhluludur. Yəni SO3 maddədir, H2SO4 elib ki, həlledicidir də su yerində. Sulfat turşusu məhlulunda, cümləni əzbər yadda saxlayın. Sulfat turşusu məhlulunda maddə hansıdır? Əlbəttə ki, sulfat turşusu. Suya qarışdırıblar, məhlula çevrilir. Maddəsi sulfat turşusudur. Oleum məhlulu da ki, SO3-ün sulfat turşusuna töküb qarışdırılan hissəsidir. Yəni SO3 maddədir, amma sulfat turşusu elə bir ki, yenə deyib, suyun yerindədir də. Sulfat turşusunu da həll ediblər. O həll edicidir. Oleumda maddə SO3-dür. Amma sulfat turşusu məhlulunda maddə sulfat turşusudur. Yəni SO3 ilə qatı sulfat turşusunu töküblər bir yerə. Bunu belə də yaza bilərlər. H2S2O7-də yazıla bilər. H2S2O7 və yaxud belə oluna bilər. H2SO4 vur N SO3 bax bu şəkildə yazıla bilər. Yadda qaldı nə dedik? Yəni oleum məhlulu bu şəkildə. Başqa nəyimiz var idi? Başqa kükürdün təbii birləşmələrindən var idi. Təbii birləşmələr deyəndə bax adları testlərdə düşə bilər. Bunu dedik. Bunun adı nə idi? Damir eski. Adı nə idi? Bu adı pirit. Pirit. İndi bax Sing S. Bunun adı
Sfalerit. Bunlar sfaleritdir. Sonra civənin sulfudu kino var. Görməmişəm bu düşsün. Mis dəmir iski. Elə ki bu pirit idi. Bu da halkopirit veya mis kolçedanı. Halkopirit veya mis kolçedanı. Bunların formullarını əzbər biləyə testdə düşəcək. Bu asanlıydı. Sing S ilə gələn elə bir sfalerit belə deyək. Civənin sulfidi kino var. Piritin qabağına mis yazsan mis kolçedanı veya halkopirit. Piritin qabağına bir ki halko əlavə edirsən. Halkopirit. Biz bugün ancaq nəyə keçdik? Kükürdü. Bir də kükürdün oksidlərini keçdik. Hələ gələn dəfə kükürdün H2S deyilən bir turşusu var da sulfid. H2S, H2SO3 və H2SO4'ü də bir yerdə keçəcəyik. Bu dəfə kükürdün hələ yarımçıq hissəsidir. Amin. Siz Allah